Salam değerli müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Nursalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Değerli müəllimlər, qeyd etdiyim kimi MİQ və sertifikasiya müəllimləri üçün ödənişsiz şəkildə qruplar açmışıq və bu qruplarda bir müddət sizə dəstək olacaq inşallah. Sertifikasiya və MİQ-in müsahibə mərhələsində özünü təqdim etmə bir balaca fərqli olduğu üçün həm MİQ müəllimlərinə, həm də sertifikasiya müəllimlərinə ayrıca bu videonu çəkdim ki, daha gözəl şəkildə fikrimi sizə izah edim. İndi hal-hazırdakı video sertifikasiyanın özünü təqdim etmə mərhələsinə aiddir. Sertifikasiyanın müsahibə mərhələsində özünüzü münsiflər heyətinə necə təqdim edəcəksiniz? Değerli müəllimlər, birinci ad soyadınızı düzgün şəkildə qeyd edəcəksiniz və anadan olduğunuz tarixi, hansı rayonda, hansı şəhərdə anadan olmuşsunuz? Məsələn, mən Əhmədova Aygün 1977-ci ildə Bakı şəhərində anadan olmuşam. Harda təhsil almışsınız? Konkret il deyin. Məsələn, mən 1995-ci ildə Bakı Slavyan Universitetinə daxil olmuşam. 1995-ci ildə buranı bitirmişəm. Belə demək olmaz. 1995-99-cu ildə Bakı Slavyan Universitetində ibtidai sinif müəllimliyi ixtisasına yiyələnmişəm. Pedaqoji fəaliyyətinizə neçənci ildə başlamışsınız? Mütləq şəkildə bunu da qeyd etməlisiniz. Məsələn, 2002-ci ildə Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. Hal-hazırda neçə illik təcrübəniz varsa, 25 il, 20 il, 26 il və s. onu da mütləq şəkildə qeyd edin. Hansı təlimlərdə, kurslarda iştirak etmişsiniz? Bu çox önəmlidir. Hər bir müəllim müəyyən kurslarda, təlimlərdə iştirak edib sertifikat ala bilər. Demirəm, bütün sertifikatlarınızı orada qeyd edin, amma heç olmasa 2, 3, 4 təlimin adını orada çəkə bilərsiniz. Qazandığınız sertifikatların adlarını deyə bilərsiniz. Yəni, məsələn, bu kurikulum təlimi ola bilər, təlimə dəstək, diferensial təlim və inklüziv təhsil haqqında hər hansı bir layihədə və yaxud da forumda iştirak edib bir təşəkkürnamə almışsınız. Bunu mütləq şəkildə orada qeyd edərsiniz. Daha sonra sizin müəllim kimi məqsədiniz nədir? Bir kəlam, aforizm ola bilər, dəyərli söz ola bilər və yaxud da özünüzə xas olan müəyyən bir situasiya ilə də başlaya bilərsiniz. Vacib deyil. Məsələn, burada mütləq aforizm və yaxud da kəlam olsun. Əgər yaxşı bir cümlə hazırlamışsınızsa, bunu da orada qeyd edə bilərsiniz. Amma burada sizin o dediyiniz məqsəd, müəllim kimi mənim məqsədim nədir? Səmimi olmalıdır, aydın olmalıdır, dəqiq olmalıdır. Şablon cümlələrdən istifadə etməməliyik. Həqiqətən də biz pedaqoji fəaliyyətimizdə ola bilər 3 il, ola bilər 5 il, ola bilər 20, ola bilər bizim 30 illik pedaqoji fəaliyyətimiz olsun. Bu fəaliyyətimiz dövründə şagirdlər üçün nə etmişik? Bir müəllim kimi mənim vəzifəm, mənim məqsədim nədir? Təhsilə necə dəstək ola bilərəm? Bunun haqqında məlumat verib çıxışınızı yekunlaşdıra bilərsiniz. Ümumiyyətlə, özünü təqdim etmə sertifikasiya müsahibə mərhələsində çox vacib nüanslardan biridir. Təsəvvür edin ki, siz ilk dəfə bir insanın münsif heyətinin qarşısına çıxırsınız və orada necə danışırsınızsa, ilk görünüş o təəssüratı formalaşdıracaq. Yəni, sizin ilk danışığınız sizin haqqınızda artıq qarşı tərəfdə bir təəssürat formalaşdıracaq. Danışığınızda ləhcədən istifadə etməyin, həddindən artıq bizim, belə deyək, dilimizə yad olan sözlər var, rus sözləri, bunlardan istifadə etmək olmaz. Ara məsafələr, məsələn, bəzi, belə deyim, danışarkən ara məsafə çox veririk sözlərin arasında. Belə deyək, ara məsafələrdən istifadə etmək olmaz. Qətiyyən buna da diqqət edin. MİQ-in müsahibə mərhələsinə hazırlaşan müəllimlərə dəstək üçün bir vacib nüansı qeyd etdim. Deməli, əziz müəllimlər, unutmayın ki, siz müsahibə mərhələsində ilk dəfə münsiflərin qarşısına çıxanda birinci özünüzü təqdim edəcəksiniz. Siz özünüzü necə təqdim edirsinizsə, müsahibənin sonraki taleyi də mən həmişə deyirəm ki, onunla bağlı olur. Elə olur ki, siz özünüzü o qədər gözəl təqdim edərsiniz ki, sizinlə sağollaşarlar, heç başqa sual vermədən sizi yola sala bilərlər. Amma elə də olar ki, siz özünüzü əgər həyəcanlı, qorxaraq, göz təması qurmadan təqdim edərsinizsə, sizə daha çox suallar verərlər. Çünki düşünəcəklər ki, siz həddindən artıq emosionalsınız, gərginsiniz və bu da müəllimə xas olmayan xüsusiyyətlərdir. Yəni, müəllimdə görmək istəmədiyimiz xüsusiyyətlərdir. Ona görə də münsiflər heyəti
ilə göz təması quraraq yerində jest və mimikalardan istifadə edib özünüzü təqdim etməyiniz məsləhətdir. Dilimizə yad olan sözlərdən qətiyyən istifadə etməyin. Danışanda qətiyyən ləhcədən istifadə etməyin. Əgər bu problem varsa, müsahibə mərhələsinə qədər bunu mütləq düzəltməyə çalışın. Və ara sözlərdən, ara məsafələrdən hətta istifadə etməməyinizi sizə tövsiyə edərəm. Özünü təqdim etməni gözəl şəkildə hazırlaşmağın gözəl bir üsulu var, qeyd edim bunu. Güzgünün qarşısında məşq etmək. Özünü təqdim etməni hazırlayın. Təxmini cümlə sayı 8, 9, 10. Ondan o tərəfə keçməsə yaxşı olar. Hazırlayın və güzgünün qarşısında qalın, dəfələrlə məşq edin. Göz təması qurmağınıza baxın, danışanda sözləri düzgün tələffüz edirsinizmi? Bax, buna diqqət edin və bir də görəcəksiniz ki, artıq əməlli başlı mükəmməl şəkildə özünüzü təqdim etməyi bacarırsınız. Əslində, bəzən insanlar düşünür ki, özünü təqdim etmə bu qədər çətin deyil. Niyə bunu şişirdirsiniz? Özünü təqdim etmə, bəli, çətin deyil. Amma mən bilsəm ki, hansısa bir münsifin qarşısında gedib özümü mükəmməl şəkildə təqdim etməliyəm, əlbəttə ki, insana bir həyəcan gəlir. Biz bilirik, harda anadan olmuşuq, hansı məktəbi, hansı universiteti bitirmişik, bunların hamısını bilirik. Əsas budur ki, orada gözəl şəkildə özünüzü təqdim edək. Bax, məsələ budur. Gözəl şəkildə özünüzü təqdim edəsiniz, problem yaşamadan. Mən inanıram ki, həm bizim ödənişsiz dərslərimizdən yararlanan, həm ödənişli dərslərimizdən yararlanan sertifikasiya müəllimləri MİQİM müsahibəsində ən yüksək balı toplayacaqlar. Çünki illərdir FES Akademi müsahibə mərhələsində zirvəni hələ heç kəsə verməyib. Yəni, siz də müsahibə mərhələsində yüksək nəticə əldə etmək istəyirsinizsə, mütləq bizim dərslərimizə qoşulmağa tələsin. 055 527 25 99 nömrəsinə zəng edərək bu dərslərimiz haqqında ətraflı məlumat ala bilərsiniz. Sağ olun, salamat qalın.